Salam, vaxtınız xeyir dəyərli tələbələr. Bugün deməli ikinci mövzunun, daha doğrusu ikinci toplanın ikinci mövzusu olan artıq elektrik tutumu və elektrik sahəsinin enerjisi mövzusuna keçid eləyəcəyik. İlk mövzuda xatırlayırsınızsa, elektrik sahəsinin yükü və elektrik sahəsinin intensivliyi haqqında danışdıq. Deməli, bu mövzuda elektrik sahəsinin enerjisi və elektrik tutumu bilmək üçün elektrik sahəsinin intensivliyi, yükü və onun sahənin xarakteristikasını, yəni əvvəlki dərsi yaxşı bilmək lazımdır. Vaxt itirmədən mövzumuzu deməli anlatmaya keçək ki, mövzumuz hissəsi olacaq. Deməli, birinci hissəmiz elektrik tutumu olacaq. Elektrik tutumu. Bu hissədə ilk öncəliklə biz nə öyrənirik? Bir şey yadınızda saxlayın ki, elektrik yükləri və ya elektrik enerjisini burada yığma, yəni özündə o toplama xassəsini özündə daşıyır bu tutum. Yəni burada əsasən o kondensatorla bağlı olan bir deməli kəmiyyətdir. Yəni burada əsas, hətta belə göstərim. Deməli, bu kondensatordur. Biz əsasən fizikada, bir saniyə çəkənmədim. Biz əsasən fizikada deməli elektrik tutumunu bu iki deməli köynək də deyirik və ya iki deməli kondensatorun lövhələri arasındakı hadisələrə baxacağıq. Bu hissədə müsbət Q, bu hissədə mənfi Q-dür. Amma bu hissədə bir şey yadınızda çıxarmayın ki, məsəl üçün bizə sual verə bilər ki, bu kondensatorun yükü nə qədərdir soruşanda götürüb 0 deməyin. Necə 0 deyirlər? Ümumi yük soruşanda Q, yəni müsbət Q üzərinə gəlsin mənfi Q bərabərdir 0 deyənlər var. Xeyr, bu səhvdir. Bir şey unutmayın ki, deməli bu kondensator yükləri modulca özündə saxlayır və modulca bir yükün moduluna bərabərdir. Yəni bu hissədəki ümumi yük Q-yə bərabərdir. Belə yadınızda saxlaya bilərsiniz. Və kondensatorun lövhələr arasındakı yüklər artdıqca görünür ki, lövhələr arasındakı gərginlik də artır. Əgər gərginlik artırsa, o zaman yəni belə bir xarakteristikadan yola çıxırıq ki, yük artdıqca, yəni yük əslində su kimidir. Yəni bu hissədən deməli iki köynə arasından yük axıb keçir. Və həmçinin yük bu iki köynə arasında keçdikcə arasında müəyyən bir gərginlik yaradır lövhələr arasında. O zaman deyirik ki, deməli kondensatorun yükü ilə onun lövhələr arasındakı gərginliyi düz mütənasibdir. Bunu nəyə əsaslənib deyirik? Bunu kondensatorun yükünün gərginliyə olan nisbətini C, yəni deməli tutum olaraq nəzərdə keçiririk. C burada elektrik tutumudur. Deməli, o gərginlikdir. Hansı gərginlik? Lövhələr arasındakı gərginlik, yəni bu iki lövhə arasındakı yük keçən zaman yaranan gərginlik. Q isə həmin bu lövhələr arasındakı keçən yükə bərabərdir. Vahidlərini yazaq. Yükün vahidi kulondur, gərginliyin vahidi keçən dərs demişdik ki, voltdur. Elektrik tutumunun vahidi bu dərsdə öyrənəcəyik bir faraddır. Bunu da yadınıza saxlayın. Və ilk öncəliklə deməli bu hissədən də o zaman vahidini çıxarsaq, deməli C bərabərdir. Q-nun vahidi nə idi? Yəni yükün vahidi kulon, gərginliyin vahidi volt. Yəni kulon bölünsün 1 kulon bölünsün volta bərabərdir. Həmçinin bu hissədən də deməli maraqlı bir nəzəriyyə alırıq. Q-nun U ilə arasındakı xarakteristikanı buradan düz mütənasib olduğunu bilirik. Çünki deməli molekulyar kinetik nəzəriyyədə xatırlayırsınızsa demişdik ki, alt-alta olan, yəni bir bölən, digər bölünən kəmiyyət varsa, o zaman bir-birlərə düz mütənasib. Yəni hasil varsa, yəni U məsələn burada olsaydı, bu bundan deməli tərs mütənasib yazardıq. Q U ilə düz mütənasib olur və buradakı alfa bucağı nəyə bərabərdir? Deməli qarşıdakı katetin bitki katı nisbəti, yəni tangens alfa bərabər olur elektrik deməli tutumuna. Amma bir şey də nəzərdə saxlayın ki, Q-nun U-dan, deməli burada iki kəmiyyət arasındakı xarakteristikaya baxırıqsa, bir kəmiyyət həmişə sabit olmalıdır. Burada Q var, U var, nə yoxdur? C yoxdur. Deməli bu
elektrik tutumunun sabit olan halına nəzər yetiririk və belə bir tərif çıxır ki, tutum nə gərginlikdən, nə də yükdən asılı deyil. Bunu da belə yazacağıq. C Q'dən və U'dan asılı deyil. Yaxşı, bəs o zaman deməli bu tutum nədən asılıdır deyə soruşsanız, tutumun özünə məxsus bir düsturu var. C bərabərdir epsilon 0 S bölünsün D. Gəlin burada yazaq kimdir, nədir? Epsilon demişdik ki, xatırlayırsınızsa elektrik yükü dərsində dielektrik nüfuzluğudur. Dielektrik nüfuzluğu. Epsilon 0 deməli elektrik sabitidir. Elektrik sabiti. S burada. Deməli S burada iki lövhə arasındakı əslində hər bir köynəyin, buna köynək də deyə bilərik, lövhə də deyə bilərik. Yəni kondensatorun köynəkləri arasındakı bir köynəyin sahəsidir. Yəni bura məsələn bir S yazaram. Bu isə sahə S, bura S. Yəni deyirik ki, deməli sahə və D isə həmin bu köynəklər arasındakı məsafəyə və yəni belə istiqamətləndirir. Bura D yazılır, belə yazılır. Burada deməli nə olur? Məsafə. Məsafə. Özünüzə qeyd edin. Aha. Deməli, bu hissəni deməli yazdıq. İndi gəlin buradan C, buradakı deməli cəmiyyətlərlə necə asılıdır? Gəlin ona baxaq. Deməli, bu hissədən yazarsaq C bərabərdir epsilon 0 S bölünsün D. Görürük ki, deməli C deməli epsilondan və S-dən deməli düz mütənasibdir. C deməli amma məsafədən deməli tərs mütənasibdir. Bunu da burada görürük. Və deməli bir şey də nəzərinizə saxlayın ki, xatırlayırsınızsa biz yük dərsində bir şey nəzərdə tutmuşduq ki, əgər ki dielektrik nüfuzluğu mühitə salınırsa, o zaman deməli elektrik sahəsinin intensivliyi, elektrik sahəsinin deməli yükün potensialı, qüvvəsi və deməli potensial enerjisi azalır. Yeganə kəmiyyət deməli tutumdur ki, onu deməli dəfə qədər artırır. Yəni belə bir düstur yaza bilər. C bərabərdir epsilon vurulsun C0. Yəni mühitə düşdüyü zaman bir tutum qədər epsilon artır. Buradan da epsilon bərabərdir C deməli. Bunun altına istərseniz 1 yazın, belə vura bilərsiniz. Altına bir gəsi C bölünsün C0 halı alınmış olacaq. Aha. İndi burada deməli bir şey də nəzərinizə saxlayın ki, bu mövzu ümumiyyətlə deməli kondensator və o iki lövhə arasındakı baş verən dəyişikliklərə əsaslanır. Yəni kondensatorun lövhələri arasındakı yüklər yığmaq istəyiriksə, yəni çünki bu iki lövhə arasında deməli demişdik iki lövhə var. Bu iki lövhə arasında yük su kimi axır. Yəni yük buradan axır keçir su kimi. Elə ki kondensatoru deməli bir su turbası nəzərdə tuta bilərsiniz. Su turbasının içərisinə su keçir. Su turbasından deməli buradan su keçir, axır gedir. Yəni buradan nə çölə çıxır, nə bir şey eləyir. Bir şey də nəzərinizə saxlayın ki, əgər ki yüklər yığmaq istəyirsə, bura deməli dielektrik daxil edirik. Yəni elə bir ki, su turbasına bura bir vana qoyuruq və buradan onu kəsirik. Buraya dielektrik daxil etdiyimiz zaman yüklər bu hissədə toplanır. Yüklər bu hissədə toplandığı zaman müəyyən bir gərginlik əldə edilir. Və o gərginliyi də deməli intensivliyin xatırlayırsınızsa bir düsturu vardı. U bərabərdir YD. Buradan intensivliyə varsaq Y bərabərdir U bölünsün D. Yəni bu yüklərin yığılması zamanı alınan intensivlik bu düsturla hesablanır. Və deməli buradan bu Y-ni əgər ki buradakı düsturlarla əvəz eləyərsək, deməli Y bərabərdir. U-nun yerinə nə yaza bilərik? C bərabərdir Q bölünsün U deyilmi? Buradan mən U-nu əvəz eləyərəm, Q bölünsün C alınır. Gətib burada yerinə qoysaq, deməli U-nun yerinə Q bölünsün C vurulsun D olar.
Və mən bu C-ni də epsilon, deməli epsilon 0 ST bölünsün Q kimi yazaram. Burada D yazaram. Buradakı D-lər iqtisad gedir və alınan nəticə Q bölünsün epsilon 0 S nəticəsini almış oluruq. Yəni misal və deməli məsələlərdə bu tip suallar çox ola bilər. Sadəcə nə istədiyinə bağlı olaraq yazırıq bunu. Və deməli misal və ya məsələlərdə deməli sizdən soruşa bilərlər. Ona görə də bu kiçik nəzəriyyəni sizə yazım. Deməli 1 milifarad deməli 10 üstü mənfi 3 farada bərabərdir. 1 mikrofarad 10 üstü mənfi 6 farada bərabərdir. 1 nanofarad 10 üstü mənfi 9 farada bərabərdir. 1 deməli o pikofarad isə 10 üstü mənfi 12 farada bərabərdir. Özəlliklə bu tutum məsələlərdə çox kiçik deməli qiymətlərlə verildiyinə görə bu deməli vahid dəyişmələrini də bilmək lazımdır. Keçək ikinci başlığımıza. Elektrik sahəsinin enerjisi. Elektrik sahəsinin enerjisi burada nə nəzərdə tutulur? Burada ilk öncəliklə bir deməli ixtiyari bir kondensator fikirləşək. Biz bura ümumi olaraq deməli bunun enerjisinə nə deyə bilərik? Bir QU deyə bilərik, düzdürmü? QU. Ümumən də, çünki burada deməli intensivliklə xarakterizə eləyərsək Q yaza bilərik. Buna da bir enerji deyə bilərik. Enerji Q-udursa, ümumən hər bir lövhəyə düşən deməli enerji miqdarı nə qədər olar? QU bölünsün 2. Burada Q bölünsün 2. Burada QU bölünsün 2. O zaman enerji üçün nə yaza bilərik? Hər bir deməli köynək üçün nəzərdə tutulan enerji o zaman QU bölünsün 2 düsturla yazırıq. Q bərabərdir CU düsturunu nəzərə alarsak, o zaman CU kvadratı bölünsün 2 düsturunu alırıq və həmçinin buradan U-nu taparsaq, U bərabərdir Q bölünsün C düsturundan. Burada deməli Q kvadratı bölünsün 2C alınır. Yəni buradakı düsturlar yerinə qoymaqla buradakı düsturlar alınır. Buna həmçinin bir düstur zənciri də deyilir. Molekulyar kinetik nəzəriyyəndə nədə ki düstur zənciri varsa, bu da enerji düstur zənciri. Yəni bir mövzuda əgər ki enerji eşidirsinizsə, bilin ki orada bir düstur zənciri olacaq. Bir şey də yadınızda saxlayın ki, verilmiş kondensator şərti verilərsə, verilmiş kondensator, o zaman bu tutum sabitdir. Yəni məsələnin şərtində deməli tutum C bərabərdir konstant olacaq. O zaman C bərabərdir konstant olarsa, enerjinin deməli asığı nədən olacaq? Enerjinin nə idi? CU bölünsün 2 vardı. 2 kvadrat bölünsün 2C vardı və CU kvadratı bölünsün 2 vardı. Düzdürmü? Baxaq görə düz yazdıqmı? Hər ehtimala qarşı. Bəli. Daha sonra Q kvadratı. Deyirəm, axı nəsə burada səhv var. Deməli, QU bölünsün 2. Aha. İndi deməli, buradan C əgər ki sabitdirsə, C ilə olan düstur hansıdır? Q ilə U var. Burada C yoxdur. Yəni burada fikir verirsə C sabitdirsə, deməli Q ilə necə asılıdır? O kvadratik asılıdır. Yaxşı, bu hissədə də C sabitdirsə, U ilə necə asılıdır? Onda da kvadratik asılıdır. Burada C yoxdur, ona görə də burada C-nin nəzərə alınmır. Bir şey də unutmayın. Və burada deməli kiçik bir ulduzlu bir şeyə baxaq. Enerji sıxlığına. Bura bir ulduz çəkirəm. Bu enerji sıxlığı olacaq. Sıxlığı. Enerji sıxlığında deməli kiçik deməli W hərfi ilə işarə olunur. Böyük W, yəni enerjinin həcmə olan nisbəti. Bu o deməkdir ki, elektrik sahəsində vahid həcmə düşən enerjiyə enerji sıxlığı deyilir. Və həmçinin vahidini yazarsaq, enerjinin vahidi nədir? Joule bölünsün, həcmi vahidi nədir? Metr kubu. Yəni 1 joule bölünsün metr kubu anlayışını almış olacağıq. Həmçinin deməli burada bu kondensatorun iki lövhə arasındakı məsafəyə baxırıqsa,
Onu biraz böyük çəkək. Deməli, iki lövh arasındakı deməli əlaqəyə baxırıqsa, buradan bura qədər olan məsafəni mən bir D deyərəm. Hər bir deməli dedik ki, lövhənin sahəsinə də mən bir S deyərəm. Həcmi də nə almışdıq? V bərabərdir S vursun D almırıq. O zaman bu hissədən də deməli kiçik W bərabərdir böyük W bölünsün V. O da bərabərdir. Deməli, kiçik W-nu yəni nə yaza bilərəm? Ən sadə düstur C U-nun kvadratı bölünsün. Deməli 2 V-də aşağıda var V. O da bərabərdir. C-ni yerinə açıram. Epsilon 0 S vurulsun U-nun kvadratı bölünsün 2. V-ni də yerinə nə yazıram? S vur D. O zaman 2 S vurulsun D vurulsun. Aşağıda bir dənə də deməli bir D var. Çünki bunun D'si, yəni bu C-nin D'si. O da bərabərdir. Deməli, buradan nə alırıq? Epsilon 0 S U-nun kvadratı bölünsün 2S D-nin kvadratı. U-nun kvadratı ilə D-nin kvadratı bizə nəyə verir? Y-nin kvadratı. Yəni, mən bu hissədən intensivliyi alarsam əgər ki, bu hissəyə mən buradan deməli kəsib alarsam, bu hissədən alınır epsilon 0 S Y-ni, yəni intensivliyin kvadratı bölünsün 2 düsturunu alırıq. Həmçinin bu da enerji sıxlığına aiddir. Yəni bütün düsturlar bir-birindən çıxır. Bu hissədə deməli əzbərçiliklə yadda saxlamaq mümkün deyil. Çünki belə hamısı deməli düstur hissəsi ilə yadda saxlasanız daha gözəl olar. Özəlliklə çalışma fizikada düsturları əzbərləməyin, hamısını bir-birindən çıxardın. O zaman bu düsturlar uzun ömürlük yadınızda qalacaqdır. Heç narahat olmayın. Keçək 3-cü başlığımıza. Deməli, verilən şərt daxilində bizə kondensator deməli yan-yana da verilə bilər. Verilən bir hissə deməli dövrə hissəsi kimi də verə bilər. Dövrə hissəsi kimi verilə bilən kondensatorlar iki cür olur. Ardıcıl birləşmə, ardıcıl və deməli paralel birləşmə. Aha, bu hissədən deməli öyrənəcəyimiz ilk şey olacaq ardıcıl birləşmə. Ardıcıl birləşmə. Ardıcıl birləşmədə ilk öncə bunu xəyal eləyək. Baxın, ardıcıl birləşmədə deməli iki dənə yan-yana olan kondensator nəzərdə tutaq. Buna bir C1 deyək, buna bir C2 deyək və deməli, biz burada məsəl üçün nə edə bilərik ki, müəyyən qədər yük keçir, düzdürmü? Dedik ki, bu kondensatorun lövhələri arasında su kimi lövhədən deməli yük keçir. C1-dən nə qədər su keçərsə, C2-dən də o qədər su keçər, düzdürmü? Yəni C1-dən, lori dildə dedik, indi isə elmi dildə dedik, C1-dən nə qədər yük keçirsə, C2-dən də o qədər yük keçəcək. O zaman Q'lər üçün mən nə yaza bilərəm? Q1 bərabərdir Q2, o da bərabərdir Q'yə. Yəni birinci ilə ikinci, yəni birinci tutumdan, ikinci tutumdan, yəni birinci kondensator, ikinci kondensatordan keçən yükün miqdarı ümumi yükə bərabərdir. Yəni nə qədər keçsə 10 deməli 10 kulondur keçsə, o birisindən də 10 kulon keçəcək və ümumi də 10 kulon olacaq. Yaxşı, bəs burada deməli, gərginliklər necədir? Əgər ki, bu C1 hissəsi üçün, deməli, mən gərginliyə bir U1 deyərəm. Bu, ikinci C2 hissəsi üçünsə, mən buradakı gərginliyə bir U2 deyərəm. O zaman gərginliklər bu lövhələr arasındakı nəzərdə tuturuqsa, ümumi gərginlik cəbri cəmidir. Yəni, dövrədə yaranan ümumi birinci ilə ikincinin gərginliyi ümumi dövrənin gərginliyə bərabərdir. Və o zaman gərginlik üçün biz belə yaza bilərik də, deməli, Q bölünsün C1, üzərinə gəlinsin, Q bölünsün C2. Çox, deməli, naməlum düsturla yazmadıq, sadəcə, deməli, bu düsturu istifadə edərək yazdıq. O zaman bu da bərabərdir Q bölünsün C, deməli, ümumi. Və ümumi yazmayaq, bunu ən axırda yazarıq. Bunu yazaq ki, Q bölünsün C. İndi burada Q'lər ixtisar getdi, çünki hamısı eynidir. O zaman deməli, buradan alınır ki, 1 bölünsün C1, üzərinə gəlsin 1 bölünsün C2, o da bərabərdir 1 bölünsün C-yə. Və ya bunu, əgər ki, burada biz indi 2 dənə deməli kondensator çəkdik. Ən sadə kondensator olarsa, deməli, C1, 1 bölünsün C1, üzərinə gəlsin 1 bölünsün C2, üzərinə gəlinsin 1 bölünsün C-nə bərabər olacaq və bu da bərabərdir 1 bölünsün C toplam, yəni ümumi tutuma. O zaman, deməli, biz bu hissədən nə ala bilərik? Bu hissəni, deməli, müxtəlif
yəni o bir hissədən fərqləndirmək üçün nə ala bilərik? Biz burada yer yoxdur, belə yaza bilərəm. Deməli, 1 bölünsün C1 üzərinə gəlsin 1 bölünsün C2 bərabərdir. 1 bölünsün C toplam yazmadım mı? Mən bunu bu hissədən yazarsam o zaman, deməli, 1 bölünsün C toplam bərabərdir. C1 plus C2, C1 vurulsun C2. Yəni bildiyiniz riyaziyyat. Buradan da alıram ki, C toplam üstə çıxardanda C1 vurulsun C2 bölünsün C1 plus C2. Çoğu məsələlərdə istər müəllimlər olsun, istər tələbələr olsun, bu hissəni hesablayıb tapır, amma yuxarı qaldırmır. Yəni tərsinə çevirmək lazımdır bu nəzəriyyəni bilmək üçün. Və n sayda az öncəki dediyimiz deməli hissə üçün n sayda burada deməli C tutumlu kondensator olarsa, yəni məsələn 3 dənə deməli var kondensatorumuz, hər biri də 6 mikrofarad qədər deməli tutum var. O zaman sayını böləcəyik həmin o deməli tutumun xassəsinə. Yəni C toplam bərabərdir. Ümumi tutum dedik ki 6-dır. 3 dənə də şey var. İndi dedik ki 6 mikrofarad bölünsün 3, o da bərabərdir 2 mikrofarad alınacaq. Buna uyğun bir dənə deməli sürətli bir nümunə də yaza bilərik. Anlamadınızsanız nümunə yazaq 1. Nümunə 1. Nümunə 1-də məsəl üçün 3 dənə ardıcıl hissə var. Deməli bu 2, bu da 3-cü hissə. Hər birinin ölçüsü deməli 12 mikrofarad, bu da 12 mikrofarad, bu da 12 mikrofarad. Bizə deyir ki, buradakı deməli tutumu tapın. Yəni ümumi deməli toplam tutumu tapın. C toplam nəyə bərabərdir? C bölünsün n-ə, düzdürmü? Hər birində ardıcıldır, görürük ki 12, 12, 12. O zaman 12, daha doğrusu buradan yazdıq. 12 bölünsün. Neçə dənə var? 3 dənə var. 1, 2, 3. O zaman 12 bölünsün 3. O eləyir 4 mikrofarad. Bu qədər. İndi keçək ikinciyə. Deməli, bu hissəni yazdıq. İndi keçək. Bu arada yer varmış, fikir verməmişəm. Nəysə, sağlıq olsun. Deməli, keçək ikinciyə, B-yə, yəni paralel birləşmə. Paralel birləşmə. Deməli, bu hissədə bundan fərqlidir. Bu hissə deməli, amma ortaq bir nəzəriyyəsi də var, onu deyəcəm indi. Deməli, buradan bunu çəkirik, bu hissəni birləşdirək, bu hissədən də belə. Fikir verirsinizsə, o biri hissədə müəyyən qədər bir Q axını keçir. Amma fikir verirsinizsə, buradan əgər ki, naqildən cəryan axırsa, bu cəryan 2 hissəyə bölünür. Yəni, bir hissəsi bu tərəfə gedir, bir hissəsi deməli bu tərəfə gedir. Və bu 2 köynəkdən keçən yük buradakı ümumi Q ümumiyə bərabərdir. O zaman buradakı deməli tutumda yazdığımız şey, buradakı daha sonra Q-də yazdığımız şey, buradakı deməli tutumlara xas olacaq. O zaman deməli buradan yazarsaq U1 bərabərdir U2-yə, o da bərabərdir U-yə. Burada Q-lərlə işimiz yoxdur. Çünki Q-lər deməli ardıcılda ancaq bərabər olur. O zaman Q-lər üçün yazarsaq, deməli bura məsəl üçün bir C1 yazaram, bura məsəl üçün bir C2 yazaram və bu deməli nöqtələr arasında müəyyən bir o potensial fərqi var. Burada bir U deyərəm. U'lar ona görə bərabər olur. Və Q'lər üçün Q1 üstə gəlsin Q2, o da bərabərdir Q ümumiyə. Və mən bu U'lar üçün nə yaza bilərəm? C1, deməli U1, daha sonra Q'lər üçün üzərinə gəlsin C2, U2 bərabərdir C toplam, U toplam. Bunlar ixtisar gedər. Çünki hamısı bir-birinə bərabərdir. Burada da bir toplam yazaq. O zaman olur C1 üzərinə gəlsin C2, o da bərabərdir C toplam nəzəriyyəsini almış olacaq bu hissədə. Və n sayda deməli kondensator olarsa C toplam bərabərdir C1 üzərinə gəlsin C2, üzərinə gəlinsin Cn ifadəsini də həmçinin burada almış olacaq. Və n sayda C tutumlu deməli paralel birləşən kondensator olarsa n sayda deməli C tutumlu paralel birləşmə. C tutumlu deməli paralel birləşmədirsə, o zaman bu hissədə yazacağıq C bərabərdir C vurulsun n. Yəni bu hissədə hasil olacaq. İndi gəlin bəzi məsələlərə baxaq ki, bu hissəni daha da yaxşılaşdıraq. Nümunə məsəl üçün nümunə 2 yazaq. Nümunə 2-də məsəl üçün
Deməli, hər ikisinə ortaq bir hissə kimi baxacağıq. Deməli, bu hissədən deməli belə çəkək, bu hissədən belə çəkək. Bu hissəni mən sileyim, bu hissəni birləşdirək. Deməli, bu hissəni də mən sileyim. Buradan 1, buradan 2, deməli, buradan da həmçinin, deməli, buradan 1, buradan 2, həmçinin buradan da buradan 1, buradan 2. Ümumi belə bir sistemimiz olsun. Bura məsəl üçün yazaq 12, deməli, mikrofarad. Burada yazaq 12 mikrofarad. Buraya yazaq məsəl üçün 18 mikrofarad. Burada yazaq 18, deməli, mikrofarad. Bu iki, deməli, düyün nöqtəsi arasından keçən, deməli, tutumlar üçün nə yaza bilərik? C ümumi tutum üçün nə yazdıq? Bu hissəyə, deməli, biz paralel kimi baxmayacaq, ardıcıllara ayıracaq. Əgər bizə belə bir dövrə verilibsə, bu hissəni ardıcıl açacaq, bu hissəni də ardıcıl açacaq. Yəni, elə bir ki, belə olacaq. Bu hissə kimi olacaq elə bir ki. Burada 12, burada 12. Həm bura açacaq, həm də bu hissəyə açacaq. O zaman buradan bu yuxarı hissə üçün nə yaza bilərəm mən? Yuxarı hissə üçün yaza bilərəm C toplam bərabərdir. Ardıcıl olduğu üçün C bölünsün N bərabərdir 12. Çünki hər ikisi 12-dir. Neçə dənə kondensator var? 2 dənə. O da bərabərdir 6 mikrofarad. İndi gələk bu hissəyə. Bu hissə üçün nə yaza bilərik? C toplam bərabərdir. Burada ümumi neçə dənə kondensator var? 2 dənə aşağı 2 yazam. Ümumi tutum burada 18-dir. Bu deyilir 9 və ümumən C ümumi bərabərdir. Birincidən nə aldıq? 6. İkincidən nə aldıq? 9. O da bərabərdir 15 mikrofarad. Yəni sizin önünüzə düşə biləcək belə maraqlı bir nəzəriyyə kimi də yadınızda saxlaya bilərsiniz. İndi keçək o biri deməli hissəmizə. O biri başlıqda deməli burada yazacağımız ilk hissə deməli 4-cü başlığa keçirik. Sabit gərginlik mənbəyindən deməli mənbəyinə qoşulan kondensator. Aha. İndi burada müxtəlif kəmiyyətlərə baxacağıq. İlk öncəliklə sabit gərginlikdə isə gərginlik üçün baxacağıq birinci. Gərginlik demişdik ki, sabit gərginlik isə U bərabərdir, konstant olacaq və deməli gərginlik deməli nə epsilondan, nə S-dən, nə də D-dən heç birindən asılı olmayacaq. İndi keçək ikinciyə. İkinci elektrik yükü olacaq. Elektrik yükü. Elektrik yükü üçün deməli Q bərabərdir C-U yaza bilərik. C-ni də necə aça bilərik? Epsilon 0 S vurulsun U bölünsün deməli D. Buradakı əgər dedik ki U sabitdirsə, o zaman deməli buraya yazaq konstant. U sabitdirsə, o zaman belə yazacağıq. Q həm Y-dən, həm S-dən deməli düz mütənasibdir və deməli Q deməli D-dən tərs mütənasibdir. Buradakı epsilon 0-ı soruşa bilərsiniz. Epsilon 0 sabitdir. Sabit heç nədən asılı olmur və kəmiyyətlərdən ondan xarakterizə olunmur. Bir şeyi də unutmayın. Çünki sabitdir, yəni ədədi qiyməti sabitdir. Keçək üçüncüyə, yəni C-yə intensivlik. İntensivlik üçün yükdən nə düstur almışdıq? Y bərabərdir U bölünsün deyə almamış mıydıq? O zaman buradan kör zaten buradan görürük ki Y D-dən tərs mütənasibdir və deməli Y S-dən deməli asılı deyil. Çünki düsturda S yoxdur. U var, D var. Bu qədər. Sabit gərginlik olduğu üçün U getdi konstanta. Hətta bu hissədə yazaq. Sabit gərginlik U getdi konstanta. Sadəcə asılı olacaq tək şey var. O da ki, lövhələr arasındakı məsafə. Bu qədər. Sonra keçək deməli 4-cüyə D-yə enerjiyə. Enerji. Enerji üçün nə yaza bilərik burada? Sabit gərginlik üçün C-U kvadratı bölünsün ki, ən ideal düsturdur məncə. Buradan epsilon 0 S U-nun kvadratı bölünsün 2D yaza bilərəm. Buradan həmçinin dedik ki, deməli U konstantdır, üstdən yazacağıq. U konstant olarsa, o zaman deməli enerji həm Y-dən, həm S-dən deməli düz mütənasib asılı olacaq və həmçinin enerji lövhələr arasındakı məsafədən tərs asılı olacaq. Çünki bu düstura görə yazacağıq. Sonra son olaraq enerji sıxlığı. Enerji deməli sıxlığı. Enerji sıxlığı üçün deməli W kiçik W bərabərdir, böyük W bölünsün V ala bilərik.
Buradan da nə ala bilərik? Deməli, CU-nun kvadratı bölünsün 2V yaza bilərik. Deməli, bu hissədən də 2 vurulsun, S vurulsun, D vurulsun, D. Buradan da epsilon 0 S U-nun kvadratı yaza bilərik. Bu hissədən alır epsilon 0 S U-nun kvadratı bölünsün 2 S vurulsun, D vurulsun, D. Deməli, bu D vurulsun D olacaq D-nin kvadratı. Bu hissəni biz ayırdıq, olduq. Y az öncə yazdığımız düzdür. Epsilon 0 S U-nun kvadratı bölünsün 2. Deməli, S-lər ixtisar getdi 2. Yəni, bu hissədən də görünür ki, sadəcə asılı olduğu kimi, daha sonra burada Y kvadratıdır. Yəni, intensivlik. Bunu da deməli, yadınızda saxlayın. İndi biz sabit gərginlik mənbəyinə qoşulan kondensator üçün baxdıq. İndi gəlin, yüklənən mənbədən ayrılan kondensator üçün baxaq. Bu son başlığımız olacaq. Deməli, 5-ci. Yüklənərək mənbədən ayrılan kondensator. Aha. Deməli, hissə isə yazacağıq. Birinci yük üçün yazacağıq. Çünki yüklənmiş hala baxacağıq. Yüklənərək mənbədən ayrılıbsa, artıq yükə doyubmuş kimi yaza bilərik. Yəni, nəzərdə saxlaya bilərsiniz. O zaman Q bərabər olur konstant. Q bərabər olur konstantsa, o zaman Q nə deməli, D-elektrik nüfuzuna nə S-dən, nə də D-dən heç birindən asılı olmayacaq. Bu birinci. Keçək ikinci. İkinci gərginlik. Gərginlik. Gərginlik üçün yaza bilərik. U bərabərdir Q bölünsün C yaza bilərik. Deməli, Q sabitdirsə, o zaman deməli, Q bölünsün D epsilon 0 S yaza bilərik. Buradan bilirik ki, Q sabitdir. Burada Q ilə işimiz yoxdur. O zaman deməli, U D ilə düz mütənasib olacaq və deməli, U epsilondan deməli, epsilon deyil. Bir saniyə. Hə. Epsilondan və S-dən tərs mütənasib asılı olacaq. Yəni, birinci haldakına baxın. Buradakını edək ki, əksi olaraqdan yazırıq biz bu hissədə. Bu hissəni nəzərə alaq. Belə. Aha. İndi keçək deməli C-yə. İntensivlik. İntensivlik. Deməli, intensivlikdə deməli, Y bərabərdir. Q bölünsün. Katalogisa epsilon 0 S düsturunu almışdıq. Buradan deməli yazarsa belə birbaşa Y həm deməli D-elektrik nüfuzun həm də S-dən deməli tərs asılıdır və həmçinin Y deməli Q sabitdir zaten başqa zaten bu sabitdə də işimiz yoxdur. D ilə asılı deyil çünki düsturda D yoxdur. Epsilon var və S var. Yəni bu ikisindən asılı olacaq. Keçək D-yə, yəni dördüncü enerjiyə. Enerji isə deməli Q sabitdirsə əgər ki, Q kvadratı bölünsün 2C ən işimizə yaranan düsturdur. O da bərabərdir. Q kvadratı böldü. Epsilon 0, 2 yazaq bura. S yaza bilərik. Deməli Q burada sabitdirsə, deməli Q-nun üstündən bir dənə xətt çəkirik. Bu hissədə Q getdi. Deməli epsilon 0 da sabitdir. İşimiz deməli burada D-elektrik nüfuzu S və D ilə olacaq. O zaman deməli buradan W D ilə düz mütənasib asılı olacaq. Amma deməli W deməli burada həm epsilondan həm S-dən tərs mütənasib asılı olacaq. Və son olaraq gəlirik enerji sıxlığına. Y enerji sıxlığı. Enerji yazırıqsa enerji sıxlığını da bir toxunaq. Enerji sıxlığında isə deməli W bərabərdir. Yenə böyük W bölünsün V olacaq. Böyük W-nun yerinə nə almışdıq? Q kvadratı bölünsün 2C yazmışdıq. Burada da V. Buradan da Q kvadratı, deməli 2C-ni açırıq. 2 vursun epsilon 0 S. S-i də açırıq daha sonra. V-ni də açırıq. Deməli S vurulsun D kimi. Yuxarıda bir dənə D getdi. D ilə ixtisar getdi. Buradan da alınır. Q kvadratı bölünsün 2 epsilon 0 S-in kvadratı düsturu. Deməli dedik ki, burada Q sabitdir, Q-lər getdi, epsilon sabitdir. Yəni sadəcə D-elektrik nüfuzu və S-ə baxacağıq. Buradan da deməli alınan nəticə budur ki,
Enerji sıxlığı deməli epsilondan və S-dən tərs mütənasib asılı olacaq. Aha uşaqlar, deməli bu qədər. Mövzu deməli başda kiçik hissə nəzəriyyə ilə başladıq, amma sonlarda sadəcə tədbiq və düsturlarla bitirdik. Mövzu üzərindən bu qədər. Yəni yük deməli çox uzun bir dərs deyil, amma sadəcə deməli düsturları birazcık insan yorur. Sadəcə heç birini əzbərləməyib hər bir düsturu öz içindən, yəni isbatı ilə birlikdə öyrənərsəniz, çox asan bir düstur deməli dərs olacaq. Yəni əzbərçiliyi sevməyən bir dərsdir bu, manipülə kinetik nəzəriyyə kimi. Mövzu üzərindən bu qədər dostlar. Özünüzə yaxşı baxın. Sağ olun.